Salam benim kanalımın seyircileri. Bugün 31 dekabrdır. Bütün Azərbaycan xalqını birinci olaraq Həmrəylik günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Həmrəylik o Şamaxıda ağzı bir kəndi kimi bir şey. Həmrəylik çox böyük məfhumdur. Ağzı bir olmaq, sözü bir olmaq. Yəni bu ən böyük, ən qiymətli bayramlardan biridir. Ən müqəddəs bayramlardan biridir. Biz məhz həmrəy olduğumuza görə Qarabağı azad elədik. Allah şəhidlərimizə rəhmət eləsin. İkincisi də ki, yeni ildə utopik olaraq xoş arzular eləməyə ki, Allah göydən sərçin, ətbəyi getirsin. Qabağa bükülsə qızıl atsın. Elə olmur da. Dərk eləyən adam iqtisadi təsəvvürləri olur. Başa düşür ki, həyat hardan gəlib, hara gedir. Allah dünyamızı əmin-amanlıq eləsin, sakitlik eləsin. Bir də 30 ildə 2 dəfə müharibə görmüşük. Allah bizə müharibə göstərməsin. Mən Azərbaycanın bu başından o başına hər yerə gedib gələn adamım. Kəndlərimizdən keçəndə ürəyim dayanır. Şəhidlərimizin şəkli ilə, bayraqlarla bəzənib, hərəsi bir ananın, atanın övladıdır. Bir xanımın nişanlısıdır. Adamın bir atadır. Adamın ürəyinin başı soyulur. Ürəyi donur o ərazidən keçənə kimi. Allah bütün Azərbaycan xalqına bir də qan-qada müharibə göstərməsin. Bu qədər.